Dostlar, hər vaxtınız xeyir olsun, gününüz xeyirli, uğurlu olsun. Plus 20 kuza sürənlər suallar verirlər. İstədim bir cavab yazım. İlk öncə hər kəsdən xahiş edirəm ki, bu videoya like eləyin. Paylaşdığım hər bir videonu xahiş edirəm hər kəsdən bir belə də baxılan hər bir videoları like eləyin. Demək, plus 20 kuzada sual verirlər ki, bəs elə bir model 20 kuzanın elə bir modeli var ki, görmüşük. Öz-özünə parkovka eləyir, öz-özünə maşını parking eləyir. Bəs bu nə modeldir? Hə, 20 kuzaların Evropekaların bəzilərində var ki, polnu fullarda sistem var. Özü maşını parkovka eləyir. Siz seçirsiniz məkanı, özü parkovka eləyir. Deyirəm, gör, bu 2006, 2005, 2007-ci il Toyota'da kim nə deyir Toyota desin. Neçə illər bundan əvvəl 2005, 6, 7, 8-ci ilin Toyota'sında bu funksiya var. Gör necə gözəldir ki, bu funksiyası var ya o maşının. Sonra 20 kuzan sırqaların qiymətini soruşurlar. 8 manatı da var, 16 manatı da var, 13 manatı da var. Ən bahalısı həmişə yaxşıdır. Baxın, nikel rəngində olmasın, xrom rəngində olsun. Bir var nikel, gümüş rəngində açıq rəngdə olur. Bir var xrom, gümüşünün tünd rəngi olur. Çalışın həmin rəngdə olanı alın da. O biləcəksiniz ki, o orijinaldır, yaxşıdır. Sonra 20 kuzada soruşurlar ki, bəs mənə dumanlı yoxdur, biz ona dumanlı qoya bilirik. Bəli, qoya bilirsiniz, qabağına çəkirlər. Lüboy elektrik aparsa, məsləhət olsun ki, plus elektrikini aparın. Lüboy yox, plus elektrikini aparın. Qoy plus elektriki ona ustanovka eləsin. Sonra sual verirlər 20 kuzanın radiatorundan. Bəs bunlarda peslə kondisioner radiatoru dədə-baba standart maşının motor radiatoru ilə birdir. Yox, peçin kondisioner radiatoru ayrı olur. Maşının öz radiatoru ayrı olur. Maşının öz radiatoru 80 manat 100 manatdır. Peçin radiatoru 80 manat 120 manat arasıdır. Mən soruşmuşam, çox yer 100'ə satır, 120'yə satır. Sonra rulun üstündəki ayrabakı soruşurlar neçədir? Ümumi bu plasmas belə deyək də 100-150 arasıdır və 150-180 arasıydı. İndi düşüb 100-150. Çünki 20 kuza sürənlər yoxdur. Bunu taksiyə sürmək olmur, flitə qoşmaq olmur. Belə pis çıxmasın, təzə maşınlar bu dəqiqə 20 kuzanın qiymətindədir. 20 kuzaya 30 manat verince üstü 5 manat da verib Avqa götürərəm. BYD götürərəm. Yəni əslində bu dəqiqə 20 kuzaya milyon tökürlər. Milyon tökməyin adı yoxdur. Onsuz da siz bunu zülmlə işləyincə, sertifikatın varsa, narkotik testin varsa, normal gedin özünüzə bir dənə maşın götürün. Təzə maşınla işləyin. Köhnə maşınla işləməyin adı yoxdur. Çünki flitlər də bir dəqiqə bağlayır. 20 kuzanın qiyməti ucuzdur, raskoda azdır. Valla düşünürsünüz. Gedin Avqa götürün, gedin BYD götürün, Çangan Unive 05 götürün, Unive götürün. Valla görəsiniz ki, raskoda onun bundan da azdır. Məsləhət olur ki, götürəsiniz. Mən də ki, dostlar, bilirsiniz, BYD almışam, Gim Plus almışam. Sabahdan etibarən incələyəcəm bu maşının, incələməsini çəkəcəm. Sizə çəkiliş edib göstərəcəm. Bugünlük bu qədər. Sağ olun. Dostlar, videomu like edin. Bütün videolarıma komentar yazın. Sağ olun, salamat qalın.